Salam və xoş gəlmisiniz. Mənim adım Banu. Bugün sizinlə çox insanın axtardığı bir mövzu haqqında danışmaq istəyirəm. İnternet vasitəsilə evdən çıxmadan əlavə gəlir əldə etmək imkanı. Müasir dövrdə bir çox insan daha rahat və sərbəst qazanc yolları axtarır. Mən də uzun müddət belə bir fürsət axtarırdım və nəhayət etibarlı və şəffaf işləyən bir platforma ilə tanış oldum. Bu platforma Okifa adlanır. Okifa, müasir texnologiyalar əsasında işləyən investisiya platformasıdır və istifadəçilərə rahat, təhlükəsiz və sürətli qazanc əldə etmək imkanı yaradır. Platformanın ən böyük üstünlüklərindən biri sadə və rahat istifadəsidir. Burada mürəkkəb proseslər yoxdur. Siz sadəcə qrafikləri izləyir, vəziyyəti qiymətləndirir və bir neçə sadə addım vasitəsilə qərar verirsiniz. Buna görə də platforma həm yeni başlayanlar, həm də təcrübəli istifadəçilər üçün uyğundur. Okifa platforması Azərbaycanda fəaliyyət göstərən və rəsmi sənədlərlə işləyən layihələrdən biridir. Platformanın hüquqi sənədləri və təhlükəsizlik sistemləri istifadəçilərin rahat və təhlükəsiz işləməsi üçün nəzərdə tutulub. Pulun çıxarılması çox sürətlidir, adətən 5-30 saniyə ərzində həyata keçirilir. İstifadəçilər özləri üçün ən rahat ödəniş üsulunu seçə bilirlər. Bugün artıq minlərlə insan Okifa platformasından istifadə edir. Bəzi istifadəçilər gündəlik kiçik məbləğlər çıxarır, digərləri isə həftəlik daha böyük qazanc əldə edir. Bir çoxları üçün isə bu platforma artıq stabil əlavə gəlir mənbəyinə çevrilib. Okifanın əsas prinsipləri: şəffaf və aydın işləmə sistemi, rahat və sadə interfeys, sürətli və təhlükəsiz ödənişlər, istifadəçilər üçün daimi dəstək, müasir texnologiyalar və analitika. Bu platforma sadəcə əlavə qazanc imkanı deyil, bu, bir çox insan üçün maliyyə azadlığına doğru ilk addım olub. Mən özüm də bu platformanı sınaqdan keçirmişəm və nəticə məni həqiqətən sevindirib. Buna görə də səmimi şəkildə deyə bilərəm ki, əgər siz internet vasitəsilə əlavə gəlir əldə etmək istəyirsinizsə, Okifa platforması ilə tanış olmağa dəyər. Əgər bu məlumat sizin üçün maraqlı oldusa, kanala abunə olun, bəyənmə qoyun və şərhlərdə fikirlərinizi paylaşın. Mən bütün şərhləri oxuyuram və suallarınıza cavab verməyə çalışıram.